Qüvvət elmdədir, başqa cür heç kəsə üstünlük eləyə bilməz. Burada da belə olacaq. LTV-nin yeni layihəsi elin zəkasında ən savadlılar, biliklilər yarışacaqlar və zəkası üstün olanlar qalib gələcək. Bundan qazanan isə Azərbaycan təhsili olacaq. Elimizin kanalı daha bir uğurlu layihəyə start verir. Ətraflı əməkdaşımız Nizat Xudatov danışacaq. El televiziyası bölgə telekanalları arasında daha bir ilkə imza atacaq. Uğurlu Təkistar layihəsi ilə bölgələrdə olan istedadlı gəncləri üzə çıxaran LTV bu dəfə regionun savadlı, bilikli, zəkalı məktəblilərini Azərbaycana tanıdacaq. Elin zəkası bilik yarışmasının əsas qayəsi məhz budur. Tezliklə efirə yayımlanacaq teleyarışmanın Yevlaxda təqdimatı baş tutub. Təqdimata bilik yarışmasında iştirak edəcək rayon və şəhərlərin komandaları, eləcə də təhsil şöbələrinin nümayəndələri qatılıblar. El televiziyasının layihələr departamentinin direktoru Səxavət Məmmədov elin zəkası yarışmasının əsas məqsəd və məramı barədə ümumi məlumatları iştirakçıların diqqətinə çatdırıb. O bildirib ki, bu yarışma regionda təhsilin inkişafına əsl töhfədir. Ardınca tədbir iştirakçılarına layihənin quruluşu, komandaların iştirak qaydaları, yarışmanın keçirilmə mərhələləri və şagirdlərə veriləcək sualların hansı sahələri əhatə edəcəyi barədə əlavə informasiyalar diqqətə çatdırılıb. Məktəbliləri maraqlandıran əlavə sualları teleyarışmanın aparıcısı Elmir Həsənov cavablandırıb. Ardınca hər yarışma günündə qarşılaşacaq komandalar püşkatlarıq müəyyənləşdirib. Öz zəkalarına güvənərək layihəyə qatılan şagirdlər həyəcanla yarışmanın başlayacağı günü gözləyirlər. Ağcabədi rayonundan gəlmişik. 3 saylı orta məktəb liseyini təmsil edirik. Burada əsas məqsədimiz hədiyyələr qazanmaq deyil, Ağcabədini əvvəlcə region üzrə, sonra isə respublika üzrə birinci yerlərə daşımaqdır. Elin zəkası bilik yarışmasında iştirak edənlərdən biriyəm və məqsədim təbii ki, qalib olmaq, rayonumuzu ümumiyyətlə ölkə miqyasında təmsil etmək və təbii ki, biliyimi daha da genişləndirmək, bilmədiklərimi isə bu verilişdən öyrənmək. Regionda ilk dəfə olaraq bu televiziya vasitəsilə, mətbuat vasitəsilə yayımlanacaq və şagirdlərin, o cümlədən təhsillə bağlı digər qurumlarla işləyən insanların marağı daha da artacaq və belə desək, Azərbaycan gəncliyinin, Azərbaycan intellektinin daha da artmasına səbəb olacaq. Qeyd edək ki, elin zəkası bilik yarışmasına bir neçə şəhər və rayonun təhsil şöbələrinin, orta ümumi təhsil müəssisələrinin 9, 10 və 11-ci siniflərində təhsil alan şagirdlər cəlb olunublar. El televiziyası fəaliyyət göstərdiyi qısa zaman kəsiyində hər zaman tamaşaçılara bir-birindən gözəl verilişlər təqdim edib və elin zəkası bilik yarışması da el televiziyasında yayımlanacaq yeni layihələrdən biridir. Bu yarışmada regionumuzda orta ümumi təhsil müəssisələrində təhsil alan 9, 10, 11-ci sinif şagirdləri yarışacaqlar. Onlar öz biliklərini sınağa çəkib finala çıxıb qalib olmaq uğrunda elmi mübarizə aparacaqlar. Qeyd etmək istəyirəm ki, bu yarışmanın keçirilməsində məqsədimiz bir media qurumu olaraq dövlətin təhsil siyasətinə dəstək vermək və gənclərimizin asudə vaxtının səmərəli keçirilməsi, onların elmə daha yaxından yiyələnməsi və təhsilə yiyələnməsində stimul yaratmaqdır. Tezliklə elimizin kanalında start götürəcək elin zəkası layihəsi Azərbaycanın parlaq gələcəyi üçün savadlı və bilikli şəxslərin yetişdirilməsi işində, eləcə də şagirdlərə vətənpərvərlik ruhunun aşılanmasında mühüm rol oynayacaq.